Keçən həftə asma xəstələrimdən biri mənə belə bir sual verdi. Doktor, mən dənizə və ya hovuza girə bilərəm? Bu sualı əslində bir çox pasiyent mənə verir. Çünki asması olan insanlar bəzən fiziki aktivlikdən və ya üzgüçülükdən çəkinirlər. Halbuki əksər hallarda buna ehtiyac yox. Əgər asmanız yaxşı nəzarət altındadırsa, həm dənizdə, həm də hovuza rahatlıqla üzə bilərsiniz. Hətta üzgüçülük düzgün planlaşdırıldıqda tənəffüs sistemi üçün faydalı fiziki aktivlik hesab olunur. Ancaq diqqət etməli olduğumuz bəzi məqamlar var. Hovuzun təmizliyi çox vacibdir. Güclü xlor qoxusu bəzi asma xəstələrində öskürək, xırıltı və ya nəfəs darlığını tətikləyə bilər. Əgər hər dəfə hovuza girdikdən sonra bu əlamətləri hiss edirsinizsə, bunu normal qəbul etməyin və həkiminizlə mütləq məsləhətləşin. Dəniz havası bəzi insanlarda nəfəs almağı daha da rahat hiss etdirə bilər, ancaq bu hər kəs üçün eyni deyil. Xüsusilə havanın çox rütubətli olduğu günlərdə bəzi asma xəstələrində nəfəs darlığı və ya öskürək arta bilər. Yəni dəniz havası hər asma xəstəsində eyni təsiri göstərmir. Bir məsləhət də verim. Tətilə gedərkən inhalyatorunuzu mütləq özünüzlə götürün və çantanızda əlçatan yerdə saxlayın. Yekunda demək istəyirəm ki, asma həyatı çətinləşdirən bir xəstəlik deyil. Düzgün nəzarət altında olduqda siz də yay tətilinin, dənizin və üzgüçülüyün zövqünü təhlükəsiz şəkildə çıxara bilərsiniz.